Bəzən insan bilir ki, etdiyi şey ona zərər verir, amma yenə də edir. Bu fikir fazil psixoloq tərəfindən belə izah edilir. Dostlar, heç özünüzə sual vermisinizmi? Niyə barmağımızın yanacağını bildiyimiz halda oda toxunuruq? Niyə bizi bədbəxt edən insanlardan qopa bilmirik? Yaxud sağlamlığımızı itirdiyimizi görə-görə zərərli vərdişlərdən əl çəkmirik? Bu sadəcə iradəsizlik deyil. Bu, ruhun bir növ tanış ağrını seçməsidir. Psixologiyada buna tanış olanın təhlükəsizliyi deyilir. İnsan beyni bəzən naməlum xoşbəxtlikdənsə tanıdığı bədbəxtliyi üstün tutur. Çünki o ağrını necə idarə edəcəyini bilir. Baxın, biz o zərərli hərəkəti edəndə əslində özümüzü cəzalandırırıq. Bəlkə də içimizdəki o kiçik uşaq hələ də mən buna layiqəm deyə qışqırır. Amma dayanın, bir anlıq nəfəs alın. Bilmək başqadır, anlamaq isə tamamilə başqa. Siz bilirsiniz ki, bu sizə zərər verir. Bəs nə zaman bunu hiss edib dayandıracaqsınız? Özünüzə olan sevginiz o zərərli vərdişə olan asılılığınızdan nə vaxt böyük olacaq? Unutmayın, hər bir yox dediyiniz zərər əslində özünüzə dediyiniz ən böyük bəlidir. Bəs siz bugün özünüzə hansı bəlini deyəcəksiniz? Şərhlərdən mütləq bölüşün. Gəlin birlikdə çıxış yolu tapaq.